Salam əziz MİQV sertifikasiyaya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə proqrama əlavə olunmuş nəzəriyyələrdən olan Jerome Bruner'ın kognitiv öyrənmə nəzəriyyəsini izah edəcəm. Tədqiqat əsaslı öyrənmə də deyilir, ingilis dilində isə adı Discovery Learning. Yəni bu nəzəriyyənin əsas məqsədi nədən ibarətdir? İndi sizə izah edəcəm. Ümumiyyətlə, bu nəzəriyyə Bruner'ə görə öyrənmə, şagirdin aktiv şəkildə bilik qurması, dünyanı kəşf etməsi və anlaması prosesidir. Yəni ki, adından da göründüyü kimi kognitiv öyrənmə, yəni tədqiqat apararaq, öz beynində onu canlandıraraq, öz beynində onu təhlil edərək, analiz edərək, aktiv şəkildə öyrənirsə, dünyanı kəşf edib özü anlayırsa, bu deməli tədqiqat əsaslı öyrənmə adlanır. Və öyrənmə sadəcə məlumat qəbul etmə deyil, məlumatı emal etmək, strukturlaşdırmaq və mənalandırmaq deməkdir. Yəni sən artıq öyrəndiyini strukturlaşdırırsansa və artıq onu belə deyim, mənalı epizoda gətirirsənsə, onu yenidən emal edirsənsə, deməli artıq o tədqiqat əsaslı öyrənmədir. Yəni əldə olan məlumat deklarativ bilikdirsə, onun üzərində iş icra edirəmsə, bu prosedural bilikdir və əlavələr də edirəmsə, bu metakognitiv bilikdir, konseptual bilikdir. Yəni ki, Bruner vurğulayır ki, şagirdlərə yalnız deklarativ bilik ötürülməməlidir. Prosedural, konseptual, metakognitiv biliklər də aşılanmalıdır. Və Brunerin modeli 3 mərhələyə bölünmüşdür. Birinci mərhələ enaktiv mərhələdir, ikinci mərhələ ikonik mərhələ, üçüncü mərhələ isə simvolik mərhələdir. Enaktiv mərhələ hərəkət mərhələsi Piaget nəzəriyyəsinə oxşar bir nəzəriyyədir bu. Bu 0-18 ay əhatə edir uşaqlarda. Bilik, hərəkətlər və manipulyasiya ilə öyrənilir. Uşağın əşyalara toxunarak öyrənməsini buna misal göstərə bilərik. Deməli, birinci mərhələnin adı nə oldu? Enaktiv mərhələ, hərəkət mərhələsi 0-18 ayı əhatə edir. İkinci mərhələ ikonik mərhələdir, təsvir mərhələsidir. Burada uşaqlar şəkillər, uşaqları şəkillərlə, cədvəllərlə, sxemlərlə izah edir. Vizual təsvir, şəkil, diaqramlarla öyrənmə bu mərhələnin əsasını təşkil edir. Bu da 6 yaşa kimi, 18 aydan 6 yaşa kimi olan mərhələni əhatə edir. Və simvolik mərhələ, simvol mərhələsi dil və simvollar vasitəsilə abstrakt öyrənməni özündə əks elətdirir. Burada rəqəmlərlə riyazi əməliyyatlar aparmaq, dillə şərh etmək, yəni ünsiyyət qurmaq burada öz əksini tapmış olur. Deməli, Brunerin modeli neçə mərhələdən ibarət oldu? 3 mərhələ. Enaktiv mərhələ 0-18 ay əhatə edir, ikonik mərhələ 18 ay 6 yaş əhatə edir və simvolik mərhələ 6 yaşdan yuxarı. Bəs Brunerin prinsiplərində nələr vurğulanıb? Hansı prinsiplər var? Spiral kurikulum, aktiv öyrənən, konstruktivizm, məşğulluq və motivasiya, sual vermə və öyrənmə dialoqu. Spiral kurikulum nədir? Yəni bu prinsipin mahiyyəti nədir? Biliklər sinifdən sinifə təkrarlanır, lakin daha mürəkkəb səviyyədə. Yəni sadədən mürəkkəbə doğru spiral kurikulum, yəni zəncirvari şəkildə. Taksonomiyada necə dedik? Bilməsən anlayamasan tətbiq edə bilməsən bu şəkildə. Yəni ki, sinifdən sinifə təkrarlanır. Bir növ şaquli inteqrasiya kimi öyrəndiklərini sadədən mürəkkəbə doğru yönləndirirsən. Bu spiral kurikulum hesab olunur. İkinci prinsip aktiv öyrənən. Şagird bilik yaradan subyektdir, passiv dinləyici deyil. Bəli, yəni müəllimlə şagird arasında da subyekt prinsipi formalaşmalıdır. Bu da şagirdlərin aktiv öyrənməsinə, interaktiv dərsin təşkil olunmasına şərait yaradır. Üçüncü prinsipimiz konstruktivizm. Şagirdlər bilikləri öz təcrübəsi əsasında qururlar. Konstruktor sözündən gəlibdir. Uşaqlar necə oyuncaq quranda konstruktorlar qururlar, süslə yığırlar, ev qururlar, domik düzəldirlər. Baxın, odur bu. Şagirdlər bilikləri öz təcrübəsi əsasında qururlar. Bu da onlarda yaradıcı təfəkkürün formalaşmasına, yaratmaq mərhələsində olan, belə deyim, yaratmaq mərhələsini özlərində inkişaf elətdirməsinə səbəb olur. Və dördüncü prinsipimiz məşğulluq və motivasiya. Marağa əsaslanan öyrənmə daha dayanıqlıdır. Yəni ki, şagirdləri nə qədər doğru şəkildə motivasiya eləsək, bir o qədər də istədiyimiz nəticəyə çata bilərik. Çünki şagirdlər nə qədər öyrənməyə həvəsli şəkildə yanaşsalar, bir o qədər də öyrənmə daha sabit şəkildə olmuş olar. Və sonuncu prinsipimiz sual vermə və öyrənmə dialoqu. Müəllim fasilitator rolunda istiqamətləndirici rolda çıxış edir. Yəni şagirdlər istiqamətləndirir. Vygotsky nəzəriyyəsində işlətmişdik bu sözü ki, müəllim fasilitator rolunda çıxış edir. Müəllim istiqamət verəndir, müəllim körpü rolunda çıxış edəndir. Müəllim yönəldicidir. Deməli, Brunerin neçə prinsipi oldu?
5 prinsip, spiral kurikulum, aktiv öyrənən, konstruktivizm, məşğulluq və motivasiya, sual vermə və öyrənmə dialoqu. Bəs Brunerə görə təlim motivasiyası nədir? O vurğulayır ki, daxili motivasiya önəmlidir. Uşaqlar təbiətcə tədqiqatçıdırlar. Maraq və problem situasiyası öyrənməni dərinləşdirir. Yəni ki, Bruner vurğulayır ki, şagirdlərin xarici motivasiyadan da çox daxili motivasiya olmalıdır. Mütləq onun da həvəsi olmalıdır. Və uşaqlar təbiətcə tədqiqatçıdırlar və hər bir uşaqda o qabiliyyət var. Sadəcə onu üzə çıxartmaq lazımdır. Müəllim fasilitator kimi çıxış edib onu üzə çıxartmalıdır. Və maraq və problem situasiyası öyrənməni dərinləşdirir. Nə qədər düzgün şəkildə motivasiya qurulsa, nə qədər uşaqlar düzgün şəkildə marağa yönəlm, yəni onların maraq çərçivəsində dərsimizi qura bilsək, bir o qədər də dərsimiz, öyrənməmiz daha dayanıqlı olacaqdır. Və Bruner öyrənməni əzbərləmə deyil, mənalı qurma prosesi hesab edir. Bayaqdan vurğuladığımız kimi, nə qədər uşaqlarda maraq olsa, nə qədər uşaqlarda dərsə qarşı həvəs olsa, motivasiya olsa, bir o qədər də onlar onu öyrənəcəkdir. Onu vurğulur ki, Bruner deyir ki, qətiyyən və qətiyyən əzbərləmə yox. Mənalı qurma, motivasiyalı qurma, daxili motivasiya formalaşmalıdır. Uşaqları, belə deyim, uşaqların marağına uyğun dərsi qurmaq lazımdır ki, istədiyimiz nəticəni əldə edək. Tədqiqat əsaslı öyrənmə nəzəriyyəsində mahiyyət nədir? Tədqiqat əsaslı öyrənmədə şagirdlərin problemi araşdırdığı, sual verdiyi, hipotez qurduğu, məlumat topladığı, nəticə çıxartdığı aktiv yaradıcı öyrənmə modelidir. Deyəsiniz ki, bayaqkindən nə fərqi var? Bayaqkindən fərqi yoxdur. Yəni demək olar eyni. Yəni Brunerin nəzəriyyəsidir. Sadəcə bəzi mənbələrdə tədqiqat əsaslı öyrənmə vurğulanır, bəzi mənbələrdə isə kognitiv öyrənmə deyilir. Yəni mahiyyət eynidir. Mahiyyət eynidir. Deməli, Bruner dedik ki, tədqiqatı sevir, əsaslı əzbərçiliyi sevmir. Uşağın marağına uyğun olmalıdır. Uşaq sual verməlidir. Uşaq verdiyi suallardan məlumat toplayır, nəticə çıxartmalıdır. Yəni uşağı aktiv, öyrədici vəziyyətə gətirmək lazımdır. Və bəs hansı mərhələlərdən keçir? Sual qoyma mərhələsi var, hipotez formalaşdırma mərhələsi var, araşdırma və məlumat toplama, analiz və sübut, nəticə çıxartma, təqdimat və refleksiya. Deməli, sual qoyma mərhələsində cavab axtarılan problem və sual müəyyən olur. Bu dərsin əvvəlində olur. Əlbəttə ki, motivasiya, müəllim dərsin ilk mərhələsində motivasiyada uşaqlara sual verir, onların beyinlərini qıcıqlandırır. Onlar da suala cavab axtarır. Hipotez formalaşdırmada tələbə mümkün cavabı irəli sürür. Yəni ki, hər bir şagird təhsil alan hansı cavabı, yəni öyrəndiyindən hansı motivasiyadan qaynaqlanan hansı cavabı verəcəksə onu öz fikrini irəli sürür. Araşdırma və məlumat toplamadan bu mərhələdə təcrübə, müşahidə, mənbə araşdırılması ön planda olur. Yəni artıq uşaqların təcrübələri, mənbə araşdırmaları, müşahidələri burada ön planda çıxır. Analiz və sübut, tapılan nəticələr təhlil olunur. Bir növ taksonomiya mərhələsi kimidir. Bu da elə təhlil etməyə aiddir. Nəticə çıxartma, məlumat sintez olunur, nəticə formalaşır və təqdimat və refleksiya, şagird fikirlərini təqdim edir və qiymətləndirir. Yəni taksonomiya kimi ardıcıllıqla gedir. Sadəcə burada adları fərqlidir. Təqdimat, yəni motivasiya sual qoyma ilə başlayır. Dərsin mərhələləri motivasiya və refleksiyadır. Baxın, elə refleksiya dərsin sonundadır, motivasiya da dərsin əvvəlindədir. Bəs bu metodun əsas xüsusiyyətləri nələrdir? Problemlərin həllinə yönəlikdir. Kritik düşüncə, yaradıcılıq, analitik qabiliyyəti inkişaf etdirir. Müəllim fasilitator, mentor rolunda çıxış edir. Şagird isə tədqiqatçı və tapıntı yaradan rolunda çıxış edir. Eyni Vygotsky nəzəriyyəsindəki kimi. Bir növ elə bir Piaget ilə Vygotsky'nin qarışığıdır. Remixidir bu nəzəriyyə. Amma taksonomiya da var burada da elə bir. Yəni burada əsas odur ki, şagirdlərin maraq dairəsində olsun, problemin həllinə yönəlsin, kritik düşüncə, yaradıcılıq olsun, müəllim istiqamət versin, şagirdə tədqiqatçı kimi çıxış eləsin. Bəs üstünlükləri nələrdir? Dərin təfəkkür formalaşır, müstəqil öyrənmə formalaşır, komanda işi və kommunikasiya bacarığı formalaşır, real həyatı biliklər əldə olunmuş olur. Bunlar hamısı yaradıcı təfəkkürün formalaşması, tədqiqatın nəticəsində ortaya çıxır. Məsələn, mövzu təbiətdə su dövranıdır. Sual verir, niyə yağış yenidən yağır? Hipotezlərə baxaq. Su buxarlanır və soyanda yağış olur. Araşdırma, təcrübə, video müşahidəni aparırıq. Nəticədə su buxarlanır, yoğunlaşır və yağır. Bu, Brunerin fəal və araşdırma
yönümlü təlim ideyası ilə üst-üstə düşən bir nümunədir. Yəni uşaqlarda sadəcə nəyəni yox, niyə, nə üçün, nə səbəbə, yəni tədqiqat araşdırmaçı qismində onları çıxış eləmələrinə şərait yaratmalıyıq. Brunner fəlsəfəsinin təhsildə tətbiqi dediklə başa düşürük. Yəni nələr əsas, hansı yollarla baş verir bu? Problem əsaslı tapşırıqlar veririk, eləcə tapşırıq yox. Problem əsaslı ki, onlar onu araşdıra bilsin. Case study, situasiya analizləri veririk, eksperimentlər, müşahidələr, şagird sorğuları, layihələr, diskussiya, debat, dərsdə sual mədəniyyəti, qısa müqayisə cədvəli, bunlar hamısı problemi motivasiyaya yönəldir və uşaqlarda tədqiqat, idrak fəallığının formalaşmasına kömək edir. Və Brunner nəzəriyyəsində biliyin struktur qaydasında qurulması önəmlidir. Spiral kurikulum dediyimiz kimi vacibdir. Aktiv şagird mərkəzli bir nəzəriyyədir. Hərəkət var, şəkil var, simvol var. Yəni bu mərhələlərin ardıcıllığını göstərir. Bir də daxili motivasiya. Bunlar Brunner nəzəriyyəsinin əsas açar sözləridir. Demək, biliyin struktur qaydasında qurulması, yəni konstruktivizm nəzəriyyəsində, yəni konstruktor ardıcıllığından getməsi, spiral kurikulumun olması, aktiv şagird mərkəzi, yəni şagirdlər burada subyekt kimi çıxış edir. Müəllim interaktiv dərslər şagirdlərin fikirlərinə daha çox önəm verir. Onlarda maraq yaradır. Hərəkət, bayaqki dediyimiz 3 mərhələmiz burada yer alır. Hərəkət, şəkil, simvol. Başda demişdik 3 mərhələ, enaktiv mərhələ, ikonik mərhələ, simvolik mərhələ. Həmən bunu nəzərdə tutur və daxili motivasiya mütləq şəkildə şagirdin özündə də maraq olmalıdır. Tədqiqat əsaslı öyrənmə problemin araşdırılma yolu ilə bilik qurulmasına ön planda tutur. Tədqiqat dövrü proseslər əsasında həyata keçir, yəni birdən-birə yox, mərhələ-mərhələ olur. Müəllim fasilitator olmalıdır. Baxın, Vygotsky ilə bu nəzəriyyəni oxşar cəhəti budur. Neçə yerdə fasilitator ifadəsi var. Fasilitator bir Vygotsky nəzəriyyəsindədir, bir burada Brunner nəzəriyyəsində. Məsələn, cümlə verə bilər ki, müəllim fasilitator kimi çıxış edir, müəllim fasilitator kimi şagird mərkəzli sinif mühiti yaradır. Bu hansı nəzəriyyələrdə yer alır? Əlbəttə ki, Brunnerdən Vygotskyni deyə bilərik. Və burada sual verilir, hipotez, fərzi irəli sürülür, araşdırma aparılır, nəticə əldə olunur. Yəni, gedişat ardıcıllıq budur və marağa əsaslanan öyrənmədir, motivasiya əsaslanan öyrənmədir, eləcə öyrənmə deyil. Mütləq maraq olmalıdır. Maraq sözü varsa, motivasiya varsa, Brunner nəzəriyyəsini götürə bilərik. Və burada yenə nümunə vermişəm. Mövzu fotosintezdir. Motivasiyada bitkilər niyə yaşıl olur? Sualı ünvanlayıram. Tapşırıqda şagirdlər hipotez qururlar və təcrübə edirlər. Nəticədə xlorofil işıq enerjisi də qidanı yaradır. Nəticəsinə gəlmiş oluruq və qiymətləndirməni də 4 səviyyədən aparmış oluram. Bu qədər, uğurlar.